enerji xəritəsi neft və qazla məhdudlaşmır. Günəş, külək, su və bioenerji ölkənin yeni enerji strategiyasıdır. Bu keçid isə təsadüfi deyil, enerji təhlükəsizliyini gücləndirmək və ixrac potensialını artırmaq üçün yaşıl enerjiyə keçid yeni prioritet seçilib. Rize Apşeron Rüzgar Enerjisi Santralimizin toplam 240 megawatt kurulu gücü var. 37 adet türbinden oluşuyor. Bunların 12 tanesi Gobustan sahamızda, 25 tanesi de Kızı sahamızda. Kule yüksekliğimiz 100 metre, kanat genişliğimiz 84 metre ve toplam kanat açıklığı 170 metre civarında olan yeni modern rüzgar türbinlerinden oluşan bir rüzgar enerjisi santrali. Aynı zamanda Kafkasların en büyük enerji santrali. Projemizde yıllık 1 milyar kilowatt saat enerji üretmeyi planlıyoruz. Küləkdən elektrik enerjisi almaq üçün nə yanacaq sərf edilir, nə də ki atmosferimiz çirkləndirilir. Küləyin hərəkəti ilə turbinlər fırlanır, generatorlar isə bu hərəkəti elektrik enerjisinə çevirir və minlərlə istehlakçının elektrik enerji tələbatı ödənmiş olur. 2027-ci ilin sonuna dək Azərbaycanda təxminən 2 gigawatt gücündə yeni bərpa olunan enerji layihələrinin şəbəkəyə qoşulması planlaşdırılır. Bunun üçün 11 elektrik stansiyası tikilir. İkisi külək stansiyasıdır və 9-u günəş stansiyasıdır. Onlardan da o cümlədən ikisi Naxçıvan ərazisində hal-hazırda inşa olunur və həmin stansiyalar istismara veriləndə bizim illik 2,4 milyon ton karbon emissiyasının qarşısını almağa imkan verəcək bunlar. 27-ci ilin sonunda illik təqribən 1,1 milyard kub metr qaza qənaət edə biləcəyik. Bu panellər günəş şüalarını elektrik enerjisinə çevirir. Nəticədə həm karbon emissiyaları azalır, həm də ölkənin enerji təminatı daha dayanıqlı olur. Enerji istehsalında payı olan su elektrik stansiyalarının 38-i Qarabağ və Şərqi Zəngəzurda yerləşir. Ümumi gücü 307 megawatt olan bu stansiyalar təkcə işğaldan azad edilən əraziləri enerji ilə təmin etmir. Enerjini bütün ölkə ərazisinə ötürə bilir. Üstəlik istehsaldan artıq qalan 60% enerji ölkə enerji sisteminə ötürülür. Qarabağ və Şərqi Zəngəzurdakı su elektrik stansiyalarını ölkə ümumi enerji sisteminə qoşmaq və regionu elektrik enerjisi ilə təchiz etmək məqsədi ilə bugünədək Azərenerji tərəfindən 16 yarım stansiya tikilib. 1000 kilometrdən artıq yüksək gərginlik ötürmə xətti çəkilib. Tullantılardan enerjiyə gedən yol məhz bu zavoddan başlayır. Tullantılar yandırılaraq zərərsizləşdirilir və ondan alternativ enerji əldə edilir. Gün ərzində 1670 ton həcmində olan hissəsi bu zavoda gətirilərək təhvil verilir və burada termik üsulla zərərsizləşdirilərək, yəni yandırılaraq ondan elektrik enerjisi əldə olunur. Bu proses 850-1050 dərəcə arasında temperaturda həyata keçirilir və xüsusi qeyd etmək lazımdır ki, zavodda tullantıların yanmasında ilkin mərhələdə qazdan istifadə olunursa, artıq yanma baş verdikdən sonra tullantıların özünü yandırması prosesi nəticəsində elektrik enerjisi əldə olunur. Yəni əlavə müdaxilə edilmədən bu əldə olunan enerji alternativ enerji olaraq ölkədə enerjiyə olan təminatın bir hissəsini ödəyir. Hətta təxmini hesablamalara görə 110 min ev təsərrüfatı bu enerji ilə tam təmin oluna bilər. Bakı Bərk məişət tullantılarının yandırılması zavodunda il ərzində tullantıların yanması hesabına 200 milyon kilovat saata qədər elektrik enerjisi istehsal olunur. Bu isə Gəncə kimi böyüklükdə bir şəhərin elektrik enerjisi ilə təmin olunması deməkdir.
Enerji tariximiz dəyişmir, sadəcə yeni səhifələrlə zənginləşir. Bugün o səhifələri günəşin işığı, küləyin gücü, suyun axını və bioenerjinin imkanları ilə yazılır. Fərqli mənbələr, eyni məqsəd – Azərbaycanın dayanıqlı enerji gələcəyini qurmağa xidmət edir. Gülşanə Mahmudova, Mirəziz Mirəlioğlu, Zahir Dadaşov, Nurlan Ələkbərli, Həftə.